Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit, güclü yağıntılı və küləkli hava şəraiti ilə bağlı əhaliyə bir daha narıncı və sarı xəbərdarlıq edir. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Bakıda və Abşeronda eyni zamanda Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq bugün və sabah gün ərzində şimal-qərb küləyi əsəcək, küləyin sürəti bəzi yerlərdə saniyədə 20-28 metrə qədər güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatacaq. Eləcə də bir çox rayonlarda və Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində güclü və intensiv yağıntı ehtimalı var. Milli Hidrometeorologiya Xidməti avtomobil yollarındakı vəziyyəti açıqlayıb. Bildirilib ki, aprelin 6-sında ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrə qədər məhdudlaşacaq. Odur ki, nazirlik qeyri-sabit havada əhalini və sürücüləri son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır.